Sual verilir ki, dua edəndə kiməsə, məsələn, dini alimə oxşasın deyib ad çəkmək olarmı? Olur, bu sələflərdən də gəlib. Yəni, xeyirli insanlara oxşamaq üçün dua etmək. Hətta İbn Həcər Rahiməllahdan gəlir ki, hətta zəmzəm suyu içəndə, elmdə Zəhəbi Rahiməllah kimi olmaq niyyəti ilə içərdi və dua edərdi. Və alimlər deyir ki, ondan da güclü olmuşdur. Sual verilir ki, bir bacı var, yaşlı anası ehtiyac içindədir. Bacı anası üçün müsəlmanlardan sədəqə, zəkat istəyə bilərmi? Yəni, bunu istəmədən başqa bir yol varsa, o daha yaxşıdır. Amma zərurət varsa, ola bilər. Amma istəmədən nəsə bir şey bişirərək, satıb, nəsə qazanıb, verərsə, o daha yaxşıdır. Çünki istəmək elə bir məsələdir ki, insan istəmək qapısını açdığı zaman, o qapı təhlükəli qapıdır. Bağlanmır. O qapı bağlanmır. Necə ki, bir hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, insana bir ehtiyac yüz verdiyi zaman onu insanlara ərz edərsə, onun ehtiyacı aradan qalxmaz. Və onu Allaha ərz edərsə, onun ehtiyacı aradan qalxar. Sual verilir ki, səsli namazda Fatihədən sonra bir az dayanmaq sünnəti. Bir az, nəfəs dərənə qədər. İnsan nəfəsini dərir. Belə, yoxsa bəziləri kimi arxadakılar Fatihə surəsini oxusunlar deyə belə yoxdur. Sual verilir ki, mən bir zikir seçib davamlı onu daha çox demək istəyirəm. Həm mənə savab qazandırsa, həm də xoşbəxt olmağıma səbəb olsun. Mənə daim onu deyəcəyim hansı zikri məsləhət görürsün. Onu çoxlu deyim. Ümumiyyətlə, zikirlərin hamısı faydalıdır, insana qəlb rahatlığı gətirir. Məsələn, zikirlər içərisində ən əfsəl zikirlərdən La iləhə illallah və həmçinin Subhanallah və elhamdülillah və La iləhə illallah və Allahu Akbar. Bunu demək olar və həmçinin digər bir hədisdə də vardır ki, dildə yüngül, tərəzidə ağır. İki kəlmə vardır ki, və həmçinin Həbibətən ilə Rəhmən. Rəhmənə Allaha sevimli olan Subhanallahil azim, Subhanallah və bihamdi. Subhanallahil azim, Subhanallah və bihamdi. Sual verilir ki, qəlbdən kin, nifrəti necə dəf etmək olar? Deməli, qəlbdə qəlb xəstəlikləri var və bir də qəlb ibadətləri var. Birinci insan qəlb xəstəliklərindən qəlbini təmizləməlidir və sonra qəlb əməlləri ilə qəlbini təmir etməlidir ki, sonra oxuduqları, öyrəndikləri, etdiyi əməllər ona fayda versin. Və buna görə də o qəlb xəstəliklərini bir-bir üzərində dayanaraq və onları öyrənərək, fəsadını, insan onu aradan qaldırmağa çalışmalıdır. Hər bir pis əməldə qayda belədir ki, insan o əməlin nə kimi zərəri olduğunu düşünməlidir. O olarkən insana nə kimi zərər verir? Kin-küdurətin zərəri nə qədərdir? Həsədin zərəri nədir? Və digər təkəbbürlüyün zərəri və riyanın zərəri. Bunları, zərərlərini biləndə insan onu tərk etməsinə, ondan uzaq olmasına daha yaxşı təkan olur. Və həmçinin onu tərk etdiyi zaman əldə etdiyi xeyirlər hansılardır? Və bunlar, bu barədə xüsusi dərslər var, onlar gərək qulaq asılsın və onun üzərində gərək insan nəfsinə qarşı vuruşsun və həmçinin dua da insan çox etməlidir. Qəlbinin islahı üçün, qəlbinin təmizlənməsi üçün dua etməlidir. Hətta Peyğəmbər sallallahu aleyhi və səlləmin dualarında keçir ki, vəslul səximətə qalbi. Duanın bir hissəsidir, uzun bir duadır. Orada keçir ki, qəlbimin kin-küdurətini apar. Belə bir duada və həmçinin başqa bir duasında keçir ki, Allahümmə inni əsəlükə
Qalbən səlimən. Allahım, mən səndən səlim qəlb, yəni salamat qəlb istəyirəm. Dua olduqca mühümdür. Duanın təsiri mühümdür. Əgər insan duanı düzgün edərsə və həmçinin bunun üzərində dua ilə yanaşı çalışmaq da mühümdür. Çalışmaq lazımdır ki, nəticə hasil olsun. Sual verilir ki, tək başına dua edəndə özü üçün amin deyilirmi? Demək olar ki, yox. Bəzi dualarda gəlib ki, bəzi dualarda Peyğəmbər sallallahu aleyhi və səlləm özü dua edib amin deyil deməsi gəlib. Amma ümumi duaların çoxunda isə bu yoxdur. Sual verilir ki, canlı insan ilə canlı heyvan şəkli istisna olmaqla qalan şeylərin şəklini çəkmək icazəlidir. Bəli, ağacdır, mənzərədir, binalardır, bunlar çəkilməsində bir problem yoxdur. Canlılar olmaz. Sual verilir ki, Quran tilavəti yəni oxuyan vaxtı əlini bədənin ağrıyan yerinə qoyub həm də ruqya niyyəti ilə oxumaq olar. Bəli, olar. Olar. İnsan oxuduğu zaman həm savab qazanma, həm ki ruqya niyyəti ilə oxuya bilir. Sual verilir ki, ən ağır məğlubiyyət və müsibətlərdə də bizim bilmədiyimiz, lakin xeyrimizə olan hikmət ola bilərmi? Əlbəttə. Hamısında hikmət var. Hikmətlər çoxdur. Yəni insana bəzən ağır gəlir. Amma qiyamət günü onu insan savabını görəndə istəyərdi ki, o bir ay yox, bir il, 10 il olardı. Necə ki, hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, qiyamət günü afiyət əhli, yəni heç bir ağrı, acı görməyənlər, bəla əhlinin, müsibət əhlinin savablarını gördüyü zaman onlar arzulayacaqlar ki, kaş ki onların dəriləri kəsici alətlə tikə-tikə doğranardı. Yəni, o qədər savabı var. Sözsüz ki, insan heç vaxt ağrı, acı, şiddət, müsibət istəməməlidir. Həmişə afiyyət istəməlidir, amma imtihanın da olması labüddür. İmtihanla qarşılaşacaq insan və buna görə səbr edərsə, savab da olduqca böyük olur. İnsanın dərəcəsinin qalxmasına səbəb olur. Sual verilir ki, rəhmətə gedən adamın adına qurban kəsib sədəqə kimi paylamaq olarmı? Olur. Yəni, İsmail qurbanında yəni, alimlər gətirir ki, müstəqil olaraq ölən insanın adından qurban kəsilmir. Yəni, insan öz adından kəsir və ardınca ölən insanın da adlarını zikr edə bilər. Amma digər vaxtı isə savab olmaq məqsədi ilə, savabı ona geçsin deyə sədəqə niyyəti ilə qurban kəsə bilir. Sual verilir ki, biz Ənəsdən, Allah ondan razı olsun, bəs ayaq üstə yemək necə deyə soruşdu. O da ayaq üstə yemək daha pisdir. Cavabını buna görə insan günah qazanmış olurmu? Yəni, bu barədə ixtilaf var. İxtilaf var ayaq üstə içmək və ayaq üstə yemək haqqında. Yəni, ən yüngül halda ayaq üstə içmək, yemək bəyənilmir. Sual verilir ki, mömin istər olmayan qardaşına kafir deyən bu sözdən sonra peşman olan adama tövbəsi tövhid kəlməni desə, o əməllər geri qayıdırmı? Bəli, yəni tövbə etsə, inşallah əvvəlki savablar qayıdır. Sual verilir ki, şeytanın vəsvəsəsini necə verir? Onun haqqında məlumat verərdiniz. Yəni, necəliyi haqqında bizə bu qeybi məsələdir. Sadəcə gələn bir şeyi biz deyə bilirik. Necə ki, Nəs surəsində Allah Teala buyurur ki, Əl-xannəsilləzi yuvəsvisu fi sudurin nəs. O xannəs ki, insanların sinələrində vəsvəsə verir. Xannəs, elə bir ki, onun vəsfidir şeytanın. Xannəsə gizlənmək deməkdir. Deməli, şeytan insan Allahı zikr etdiyi zaman geri çəkilərək gizlənir. İnsan qəflətdə olduğu zaman elə bir ki, sinəsinə çökərək oradan onun sinəsinə, köksünə və qəlbinə vəsvəsələr verir. Yəni, pis şeyləri təlqin edir. Sual verilir ki, yaxşı zəndə olmaq nə deməkdir? Bu sadəcə Allahın rəhmətindən ümid üzməməyə aiddir. Xeyr, bu da aiddir. İnsan Allahın rəhmətinə ümid edir və nikbin olur, yaxşı olacaq. Yəni, gələcəyə yaxşı baxır və Allah Teala onun duasını qəbul edəcək, tövbə edir, yəni tövbəsinin qəbul olunacağına ümid edir. Yəni, insan da var, ancaq qara şeylər düşünür. Problem olacaq, kasıblıq olacaq,
qaranlıq olacaq. Yəni belə müsibətdə ancaq pis şeylər fikirləşir. Amma insan yaxşı Rəbbi barəsində yaxşı zəndə olanda, yəni sıxıntıdadsa, yəni Allah Teala onu sıxıntıdan qurtaracaqdır. Dua edirsə, duasını qəbul edəcək. Tövbə edir, tövbəsini qəbul edir. Namaz qılır, namazını qəbul edəcək. Yəni bunu sözsüz edəndən sonra, yəni bir var insan yəni etmir, günah edir. Yəni Allah məni bağışlayacaq deyir. Yəni bu zahirən yaxşı zən kimi görünə bilər, amma bu yaxşı zən sayılmır. Bu sadəcə arzular sayılır. Və hətta Hasan Basri rahimehullah deyirlər ki, bəzi insanlar yəni günah edir, deyirlər ki, bizim Allah barəsində zənnimiz böyükdür, Allah Teala kərimdir, bağışlayandır. Deyir ki, onlar yalan deyirlər. Onların Allah barəsində zənni gözəl olsa, əməlləri də gözəl olacaq. Deməli, zənnin gözəl olması insanın əməlini də gözəlləşdirir. Yəni, bunu da anlamalıyıq. Zənnin gözəlliyi insanı əməllərinin də gözəlləşməsinə səbəbdir. Bir insan insanlar içində fərqli, təklikdə başqa olarsa, o necə bir insan sayılır? İnsanlar içində yaxşı görünməyə çalışır, özünü fərqli göstərir, təklikdə isə sənlə danışmır, yəni o fasik sayılırmı? Əlbəttə ki, bu müminin halı deyil. Yəni, insan necə ki, insanlar arasındadır və ondan da daha gözəl təklikdə olduğu zaman olmağa çalışmalıdır. Yoxsa belə, elə bir ki, bir növ riyakarlığa da oxşaya bilir. İndi burada başqa nə məqsəd güdülür, onu Allah bilir, amma ümumi desək, yəni burada hətta riya da ola bilər və yaxud da digər məqsədlər ola bilər. Yəni insan bir işi Allah üçün edirsə, yəni Allah üçün edirsə, onun üçün fərqi olmamalıdır. Yəni kimsə onu qınayacaq, qınamayacaq. Yəni o hər bir işdə çalışacaq ki, Allahın qınağından qaçsın və Allah Teala'nın razılığını qazanmağa çalışsın. Mədinə İslam Universitetində başqa hansı universitetlərdə oxumaq məsləhətdir. Məkkə var, Ər-Riyadda var universitet. Əsas olan insan harada da olsa çalışmasıdır. Sual verilir ki, marketdən endirimli məhsul aldım, kassada baha çıxdı və gördüyüm qiyməti tələb etdiyim pulun artığını qaytardılar. O da işçinin maaşından çıxır, onun haqqına girmiş oluram mı? Yəni, əgər orada nə yazılıbsa, onu insan tələb edə bilir. Yəni, bəzən də bunu məqsəd yönlü eləyə bilirlər. Orada ucuz qiymət qoyurlar və sonra baha satırlar. Yəni, belə variantlar ola bilir. Ona görə insanlar düzgün olanı tələb etsələr, insanları belə aldatmazlar. Qəbrin üstündə bitmiş otları təmizləmək olan olar. Təmizləmək problem deyil. Bununla kifayətlənir. Allah Teala işləyib yaxşısına tabi olanların üçün. Və sallallahu alə nəbinə Muhammed və alə alihi və sahbihi və səlləm.